Bismillahirrahmanirrahim və bihi nəstəin. Orucluğun şəri məsələləri ilə bağlı mövzumuz davam edir. Orucu batil edən əməllərdən biri də Allah, Peyğəmbər sallallahu aleyhi və səlləm və məsum imamlarımızın adından yalan deməkdir, yalan danışmaqdır. Ümumi olaraq yalan orucu batil edən əməllərdən deyil. Yəni insan yalan danışmaqla düzdür haram iş görür. İstər orucluqda, istər digər aylarda, fərq etməz. Ümumi olaraq yalan danışmaq haramdır və böyük günahlardandır. Amma orucu batil edən yalan budur ki, insan Allah adından bir yalan danışır. Ki, deyək ki, Allah bu cür nə buyurub. Amma əslində Allah belə bir şey buyurmayıb. Peyğəmbər belə buyurdu. Amma əslində Peyğəmbər deməyib. Və yaxud imamlarımız desin ki, bir hədis buyurub, amma əslində imamlardan elə bir hədis yoxdur. Əgər belə bir iş görsə insan oruc halında, oruc tuta-tuta, onun orucu batil olar. Bu orucu batil edən əməllərdəndir. Bu baxımdan insan yalan, əgər Peyğəmbərin, imamın və yaxud Allahın adından nəinki sözlə yalan danışmaq, hətta yazı ilə yazmaq və yaxud digər vasitələrlə işarə etmək və s. bu vasitələrlə də əgər Allah, Peyğəmbər və imam adından yalan bir şeyi çatdırmaq istəsə insanlara, bu da orucu batil edən əməllərdəndir. Yox, əgər insan doğru danışmasına etiqad edərsə, yəni elə bilə ki, bu sözü Allah deyib və yaxud bu hədisi Peyğəmbər buyurub. Amma əslində buyurmur. Bu bilmir. Bilmədiyi üçün bunu deyir. Desə, oruc halında, sonradan məlum olsa ki, belə bir şey Allah buyurmayıb və yaxud Peyğəmbər buyurmayıb. Belə bir halda onun orucu batil olmaz. Çünki bilməyərəkdən demişdi bu şeyi. Əgər oruç tutandan soruşsalar, bir oruç tutandan soruşsalar, hər hansı bir hədis və yaxud kəlam ki, soruşsalar ki, bunu Allah buyurub yoxsa yox. Biləndə ki, Allah buyurmayıb, yəni Allah buyurmadığı məsələni bilir. Bilir ki, bu soruşulan şeyi Allah buyurmayıb və yaxud bu soruşulan hədisi Allah, Peyğəmbər buyurmayıb, imamlarımız buyurmayıb. Belə bir halda insan desə ki, bəli buyurub, hansı ki buyurmayıb, o zaman da insanın orucu batil olar. Orucu batil edən əməllərdən biri də tozu boğaza çatdırmaqdır. Yəni qəliz toz, çoxlu toz olarsa, insan o toz içində nəfəs alarsa, əgər o toz onun boğazına çatarsa, orucu batil olar. Vacib ehtiyata əsasən qəliz toz boğaza çatdıqda insanın orucu batil olar. Bu toz istər yeyinti məhsulların tozu olsun, məsələn, un tozu və digər yeyinti məhsulların tozu və yaxud yeyinti məhsulları olmasın, məsələn, torpaq tozu olsun. İstər torpaq tozu, istər digər un və digər əşyalar kimi, hansı ki onlar yeyilir, onun tozu olsun, hər iki halda insanın orucu batil olar. Ona görə həm un kimi əşyaların tozunu boğaza çatdırmaq olmaz, həm də torpaq kimi əşyaların tozunu boğaza çatdırmaq olmaz. Əgər insan bunu edərsə, onun orucu batil olar. Qəliz olmayan toz isə, yəni çoxlu olmayan toz, o insanın orucunu batil etməz. Məsələn, havada həmişə toz var, gözə görünməyən dərəcədə toz var, insan nəfəs alır. Amma bu toz insanın boğazına gedərsə də orucu batil etməz. Əgər külək vasitəsilə qəliz toz qalxarsa, bir yerdən insan keçir oruc halında, külək əsdi və qəliz toz göyə qalxdı. İnsan bacardığı qədər özünü qorumalıdır. Özünü qoruya bilmirsə, bir ixtiyar boğazına gedərsə, onun orucu batil olmaz. Amma özünü qoruya bildiyi halda qorumursa, o zaman onun orucu batil olar. Vacib ehtiyata əsasən oruç tutan siqaret, tənbəki və qəlyan tüstülərindən də çəkinməlidir. Bu kimi tüstülər də insanın boğazına daxil olarsa, insanın orucunu batil edər.
Başqa bir məsələ budur ki, oruc tutanın orucunu batil edən məsələlərdən biri başı bütövlükdə suyun altına daxil etmək. Bu məsələdə müctəhidlər arasında fərq var. Bir qism müctəhidlər bu əməli şiddətli məkruh bilirlər, yəni orucu batil etmir, amma şiddətli məkruhdur. Digər qism müctəhidlər isə bu əməli orucu batil edən əməl bilirlər. Yəni insan başını suyun altına salsa, orucu batil olar. O baxımdan bu məsələdə hər kəs öz təqlid etdiyi müctəhidə müraciət etməlidir. Amma burada bir məsələ var ki, ona görə diqqət edək. Bu da ondan ibarətdir ki, başı suya salmaq bir məsələdir, suyu başa tökmək digər bir məsələdir. İnsan oruc halında çimə bilər, duş ala bilər, başına hər hansı bir vasitə ilə su töküb yuya bilər. Bu orucu batil etməz. Burada söhbət başı suyun altına salmaqdan gedir. Yəni, hovuzda, dənizdə və digər su çox olan yerlərdə insan başı bütövlükdə suyun altına salar. O, orucu batil edər və yaxud digər müctəhidlərə əsasən insanın orucuna şiddətli kərahət gətirə bilər. Allah Teala oruclarımızı öz dərgahında qəbul etsin.